Salamlar olsun bütün dünya Azərbaycanlılarına, o cümlədən məni sevənlərə də, sevməyənlərə də. Sevənlərə sağ olsunlar, Allah canlarını salamat etsin, sevməyənlərə də Allah Taala ağıl versin. Mənim əzizlərim, mən bir qısa çıxışım olacaq. Bizim Cəlilabad rayonunda, Uzuntəpə kəndində və qeyri-qanuni olaraq örüş torpağını girərək keçmiş məmurlardan biri öz başınalıq edərək gecə saat 12-dən sonra millət yatandan sonra gəlib qəflətən örüşü şumlayıb. Və həqiqətən də mən özüm gedib orada çəkiliş də eləmişəm. Örüş şumlanıb. Və bizim cəmaat 20-dən yuxarı ahali var bizim kənddə. Bizim cəmaat bununla əlaqədar ayağa qalxaraq istədilər ki, kütləvi şəkildə bir nümayiş etsinlər və cənab prezidentə öz fikirlərini bildirsinlər. Mən sağ olsun bu hadisəyə əlaqədar çox böyük rezonans olacaqdı bu. Çünki qeyri-qanuni olaraq həmən torpağı Müsavat Partiyasının üzvü olan, daimi cənab prezidentin və ümumi liderin siyasətini təhqir edən və ümumi lideri söyüb təhqir edən, cənab prezidenti söyüb təhqir edən, ümumi liderin bütün siyasətinə xəyanət edən, Mehriban xanımı söyüb təhqir edən və daimi təbliğat aparan Abbasov Ərəstun Xanoğlan oğlu bizim kəndçimiz, həm də qudası da Müsavat Partiyasının üzvüdür və divan üzvüdür. Mənim də daimi bu adamlara qucaq açanlar var. Mən buradan deyirəm. Mən 2004-cü ildə cənab prezidentə söz vermişəm. Onun bir qardaşı kimi, bir dostu kimi kimsə ona qarşı hansı məmur ona xəyanət eləyəcək? O cavabını verəcək. Heç bir məmur, heç bir alçaq Müsavatçıya qucaq açmamalıdır. Və ona iş təklif edib ondan bir iş birliyi yaratmamalıdır. Bu prezidentə, ümumi liderin siyasətində xəyanətdir bu. Bunu bir dəfəli bilinsin. Balaca vəzifədən tutmuş, böyük vəzifəyə qədər. Mən özüm heç bir vəzifə daşımıram. Özüm SSR idman ustası voleybol üzrə idmanın və Azərbaycan Respublikanın əməkdar məşqçisi. Mən öz işimdə, amma mən siyasət meydanında nə qədər mənim canım sağdır, ümumi liderin siyasətini dəstəkləmişəm, dəstəkləyirəm, dəstəkləyəcəm də. Və daimi də cənab prezidentin yanındayım. Kim olursa, bəli, ələlxüsus məmurlardan olur ona xəyanət eləyən. Mən onu açıqlayacağım bu yaxınlarda. Cənab prezident, sizə gizli mesaj göndərəcəm mən. Yığmışam, məlumat toplamışam. Məmur var sizə böyük xəyanət eləyir. Həddindən artıq. Və mən buradan həmən o hadisənin qabağını alan sağ olsun Cəlilabad rayonunun polis şöbənin rəisi Polad Qarayev, onun xidməti üzrə müavini Cavid müəllim və təhqiqatın rəisi Tahir müəllim sağ olsunlar, operativni bu işə qarışaraq bu işin qarşısında aldılar və tədbir görməyə haqqında da öz ölçülərini götürdülər. Artıq Cəlilabad rayonunun polis şöbəsində araşdırma da gedir həmən adamlar haqqında. Mən ələlxüsusən burada qeyd edirəm. Cəlilabad rayonunun polis şöbəsinin xidməti üzrə müavini Cavid müəllimə mən bütün ailə üzvlərindən ona mən öz minnətdarlığımı bildirirəm. Sağ olsun. Əsl Daxili İşlər Naziri Vilayət Eyvazovun dediyi burada təsdiqləndi. Cəlilabad rayonunun polis şöbənin rəisi Polad Qarayev, Cavid müəllim, təhqiqatın rəisi Tahir müəllim, sağ olun. Bütün Cəlilabad rayon polis şöbəsinin aşağı serjantından, gizirindən tutmuş ta ki rəisinə qədər öz minnətdarlığımı bildirirəm. Və Cəlilabad rayon Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə və onun komandasına mən öz minnətdarlığımı bildirirəm. Kəndimin adından bütün kənd cəmaatı sizə öz minnətdarlığımı bildirir. Çox gözəl, operativni buna səs verdiyinizə görə. Allah sizin canınızı salamat eləsin. Eşq olsun cənab prezidentə. Eşq olsun Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazova. Eşq olsun Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə. Eşq olsun Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev cənablarına. Siz
Həqiqətən də prezidentə ən nətər deyirlər ki, etibarlı olan qurumsuz. Mən də, bəli, mən işləyirəm. Mən xidmət edirəm. Kimə? Mən cənab prezidentə işləyirəm. Cənab prezidentə də xidmət edirəm. Kim buna xəyanət eləyəcək onu mən bilirəm nə eləyəcəm. Amma məlumat toplayıram yavaş-yavaş. Dövlət qulluğunda vəzifə, böyük vəzifədə çalışan onun liderin siyasətinə böyük xəyanət edir. Kim müsavatçıya quzaq asır, qəbul edirsə, bunun kimi adam vəzifədə qalmamalıdır. Diqqətinizə görə çox sağ olun.